Hörmətli izləyicilərimiz, siz də amonimləri fərqləndirməkdə çətinlik çəkirsiniz. Bu zaman bu suala izahına baxaq. Qeyd edim ki, bu sual Mix sertifikasiya sınağından götürülmüşdür və WhatsApp kanalımıza paylaşmışıq. Siz də daxil olub 20 sualı YouTube postlarından daxil olub 20 sualı işləyə bilərsiniz. 20 sualın izahını bir izləyicimiz xahiş etmişdi. Amonim sözlər cərgəsini müəyyən edin. Belə cavablarda hər cavabdan bir sözü çıxartsaq, artıq ikinci cavaba keçə bilirik. Daha işimiz asanlaşır. Məsələn, A bəndində pisləşmək sözü amonim deyil. B bəndində altı, atlı sözləri amonim deyil. C bəndində heç birisi amonim deyil. D bəndində isti sözünü amonim götürmək olmur. Y bəndi isə hər biri amonimdir. İndi biz Y bəndəki sözlərə baxaq. Ov sözü. Ov isim, ov zamanı, ovmaq feil amonimdir. 50 say, 50 ayaqlı, necə, bu oldu sifət. Qitə sözü isə həm ədəbiyyatda, həm də coğrafiyada bir termindir. Vergi sözü, bir var dövlət vergisi, dövlətə verilən vergi, bir də var vergi istedad mənasında. Cavabımız oldu Y bəndi.